Ağız yılın başda ağırlı ol. Bu dəfə mamalara zarafat eləyəcəyik. Görək kim kimin tərəfini tutur. İlk olaraq mənim mamamı yığacağam. Yığdım. Qronxaya qoy da. Eşidirsən məni? Evdən çıxmışam, Ruslanla çox böyük dava eləmişəm. Dedim ki, mamam gilə yığacam. Əgər sənə yığsa, deyərsən ki, mənim yanımdadır. Rahat danışa bilmirsən axı. Ruslanın hərəkətləri, danışıq tərzi xoşuma gəlmədi. Ona görə dedim ki, mən səndən day qutararam, çıxdım evdən. Və dedim ki, gedəcəm mamam gilə, məni narahat eləmə. Haradasan? Elə yerə gəlmişəm ki, tapa bilməz. Sən də demək istəmirəm, çünki bilirəm ki, bilsən deyəcəksən incə hardadır. Araymış. Bir danışığına fikir verir. Məsələn, Neyse danışarıq. Marsiyeti de təhdidlər, bilmirəm. Qım nə deyim indi? Denən ki, inci deyib ki, sən yanına gəlirəm. Hardadır, ver danışım. Alo. Günah xanım nətərsən? Sağ ol, sənə tərsən. Sağ ol xanım. Hardasa? Mən dırnağımı düzəltdirəm, salondayam. İnci sizdədir, bilmirsən? Yox, İnciyə yığıram bayaqdanın açmır. Mən də deyir ki, yanınıza gələcəm. Orada sizə ver onu görüm neyinir, hardadır? yox, vallahi mən xala Allah haqqında şeydəyəm, dırnağımı düzəltdirəm. Hava nə oluyor buradan Narmanovun nə qədər uzun bir yoldur, gəlib çata bilmir o. Bilmirəm ki, dəmsə mən necə deyirəm. O bildim, o çox kiman danışıb da səndən yəqin ki, gəlir ora. Yox, hava gəlmir, ora gəlmir. Sənə yığıb nə deyib ki? Ona buradan çıxım, sənə danışaram. İndi keçirik qaynanama yığmağa. Alo, Ay mama, hə, mən indi nə savaşmışam, demişəm ki, sizə gəlir, hə? Böyük savaşmışam, da yüzdə qutardım bundan, daha istəmirəm incini həyatımda. niyə ki? Gəlim danışarıq inşallah. Şeydir, indi sənə yığıb eləsə, denən ki, sizə gəlirlər. İnci elə qız deyil səndən savaşa. Amma hamı eyni deyil. Niyə sən niyə elə şey edirsən ki, hər bir insan qüsuru var da? Arada arasında söz-söhbət olar. Sən çox deyil. Mama incini huriməli elədin. İndi sənə yığıb eləsə deyərsən ki, şey bura gəlir. İnci adıq eləməkdən sən adıq eləyirsən. Bizdə əksinədir. İnanmıram savaşa. Kimlə bağlı yılın başda ağırlı ol. Canım qaymamam. İndi yığacam, görüm nə deyir. Bu mamalarda niyə adətdir gec Gec açmaq? atır Allah. 2 saniyə əvvəl yığmışıq. Qaralı. Qaymamam, nə edirsiniz? Böyle de şu salamatçılık sen neyse. Üzrü sən sizi narahat eləyirəm. Qaymamam, sən oğlu məni incidir. Siz olmasanız demiş kimi bir dava eləyib çıxıb getdi. Dedi ki, mamam gilə gedirəm. Yanınızdadır, yoxsa yalan deyir. Mənə zəng eləmişdi amma mən inanmadım. Mənə dedi ki, gedirəm mamam gilə. Prost düşündüm ki, birdən yalan deyər, başqa yerə gedər. Yox, gəlməyib belə. Sevirəm də sizi. Bir zarafat idi, video çəkirdik reaksiyaları öyrənmək üçün. Doğrudan. Hə. Siz bağıramız sizi.